بالله من الشيطان الرجيم ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون فرحين بما آتاهم الله من fazlih. Siz aziz müminlere, kardeşlere, bacılara, bu büyük müsibət ki, bu əsrdə demək olar ən böyük müsibətlərdən sayılır. Düşmənlərin vasitəsilə İslamın ən aydın və aşkar düşmənlərinin vasitəsilə bu böyük şəxsiyyət şəhadətə yetirilib, onun müsibətin başda sahib əsr və zaman salamullah aleyh, onun müqəddəs məhzərinə və ondan sonra siz müminlərə, müminə bacılara və İslam alimlərinə, İslam aləminin bütün salih yaşayan insanlarına başsağlığı veririk. Əlbəttə bu başsağlığı bizim özümüzdən ötürdü. Onlar həqiqətən səadətə çatdılar. Ramazan ayında, işarə elədi Hacı Nizami, Ramazan ayında, oruç halında, şəhadətə çatmaqlıq, özü də bu cür müqəddəs şəhadət. Əmirül-Möminin salamullah aleyhin indi bir həftə sonra şəhadət gecəsidir da. Eşitmisiniz ki, Həzrət özü xəbər verirdi şəhadətindən. O gecə, 19-cu gecə Ramazanda o evdə ki, ibadət edirdi, otaqda hərdən bir çıxırdı, ulduzlara baxırdı. Deyirdi, Vallah, ma kəzəbtu və la kozebtu. Nə yalan demişəm, nə mənə yalan deyilib. Bu gecədir ki, vədə verilib. Hətta sübh vaxtı bunları eşidirdi Əli əleyhissalamın qızı, oğlu İmam Həsən salamullah aleyh. Sübh vaxtı qapıdan çıxanda eşitmişsiniz ki, bu belinin bağlısı o ilişdi, qapıya açıldı. Həzrət bağın bətər bağladı, bərkitdi, dedi, oşdud, həyaziməkəlil mavd. Əli özüvü ölümə hazırla. Xəbər verə Əli çıxdı. İmam Həsən salamullah aleyh gəldi, ərz elədi ki, ata bu gecə denə cövdə geçsin namaza, sən məscidə təşrif aparma. Həzrət əvvəldə dedi, cövdüyə deyin geçsin, sonra dedi, o getməsin, özüm gedəcəm. Yəni elə bir Əli əleyhissalam özü öz xəbərlər ki verilmişdi, bilirdi ki, şəhadətə tərəf gedir və intizar çəkirdi. Məqam-ı Əzəmi rəhbəri də əgər diqqətiniz olsa bir 2 həftə ondan öncə, yəni son danışığın ki, Təbriz əhli getmişdilər. Əlbəttə mən də qabaq illərdə çalışardım, gedərdim. Olmazdı ki, bir il getməyəm, çünki Təbrizin əhalisi gedərdilər, biz də gedərdik də, bir il gedəmədik, bilmirdik ki, bu təkrar olmayacaqdı bu görüş. Təbriz əhli gələndə, onlarla danışanda, sözü bura gəldi ki, İmam Hüseyin buyurdu ki, mesli la yubay o Yazid. Mənim tayım Yazidlə beyət eləməz. Elə onu o ağa birəndə mən zehnimdən geçdi ki, bu elə bir şəhadətindən xəbər verir. Ki, özü də İmam Hüseyin kimin şəhadət. Və işarə elədi ki, aləmin ən cinayətkar insanları indi hökumət elirlər, Amerikada hökumət elirlər. Mənim tayım ondan beyət eləməz. Və o da beyət istirdi də, Trump onu istirdi də. Hətta axirlərdə Trump deyildi ki, özüm razıyam, gedəm oturam, Ayı Xamneyi ilə danışam. Yəni, o onu istirdi. Əlbəttə, o danışmaq dəyirdi də, onlar istəyirlər ki, dünyada hakim olsunlar və dünya hamı onlara qul olsun, hamı onlardan təbəiyyət eləsin. Məqam-ı Əzəm rəhbəri, rəhmətullah aleyh, yenə də bu neçə həftə qabaq danışığında buyurdu ki, Fironular, aləmin nimrudlar, aləmin zülmükarları məgər qalıbla ki, bunlar da qalsınlar. Və bu özü deyir ki, bu Amerikanın prezidenti ki, adam adını da dilinə gətirənmir. Bu deyir ki, 47 ildir qabaqçı prezidentlər eləyənməyiblər İranın inqilabını aradan aparsınlar. Ağa buyurdu ki, düz deyir, bu elə yaxşı etiraf elədi. Sən də eləyənməyəcəksən, aradan aparasan. Yəni, bunlar bunu görsədirdi ki, ağa hazırdır, özün canın fəda eləsin Cəddi Əli Murtəza kimin və Cəddi İmam Hüseyin salamullah aleyh kimin ta din qalsın. Və həqiqətən ağanın misli bu aləmdə ki, biz görməmişik və əlaim də əlamət görsətmir görsənsin. Yəni, qeybət dövründə
demək olar ən o əla nümunə şəxsiyyətlərdəndirlər ki, xilqət aləmi onlara az yaraldıbdır. Ağa İmam Xümeyni dünyasını dəyişəndə bir kəlamı var idi. Onu deyirəm, sonra öz ərzimi deyəm. Məqam Müəzzəm və rəhbəri Ağa İmam Xümeyni dünyasını dəyişəndən sonra ki, taza rəhbərliğə nəsb olunmuşdu. Buyurdu ki, aləmin heç yerində bu inqilab Xümeynisiz tanınmayıbdır. Xümeyninin adı ilə tanınıb. Və demək olar həqiqətən ki, aləmin indi heç yerində bu Cumhuriyyə İslami Xameneyi adı olmasa ondan tanınmayıbdır. Xameneyinin adı ilə tanınıb. 37 il əgər İmam Xümeyni inqilab qələbə eləyəndən hökumət dövründə 10 il zaman apardı. 37 il məqam rəhbəri rəhmətullah əleyh 37 il bu inqilabın hərəkətinə davam verdi və onu rəhbərlik elədi. Və bir rəhbərlik ki, hamının etirafı var. Yəni elə düşmən də, dost da hamının etirafı var ki, İmam Xümeyninin yolunda hərəkət elədi. Yəni bir zərrə İmam Xümeyni büyürən yollardan və sözlərdən və hökmlərdən ki, İmamın özünün buyurduqlarında ya vəsiyyətnaməsində, başqa yerlərdə İmam Xümeyni Cumhuriyyə İslamiyyə öcür bilindirmişdi. Ondan bir zərrə qırağa çıxmadı. Onun əsli, ən əlası dayanmaqlıq və müqavimətidir. Biz əgər rəhbərimizi fəda eləmişik, haqq yolunda dayanmaqlıqdan ötür fəda eləmişik. Məqam-ı Müəzzəm rəhbərinin başda və İslam Cumhuriyyətinin onun təbəiyyətində və siz möminlər, müsəlmanların düşmənlərin gözündə cürmümüz, günahımız budur ki, məzlumdan müdafiə edirik. Filistin milləti ki, 70-80 ildir tapdanır, vətənləri işğal olub, onlardan müdafiə eləmişik. Bizim ağanın da cürmü oyudur. Görürsünüz, Yahud şəhid elədi də, Amerikada ilə Trump da Yahudun taid, onlar ayrı dəlil eynidirlər. Görürsünüz, Yahudun əli ilə. Yəni, bunlar onu göstərir ki, bu insan rəsidə və ondan sonra onun yolunda addım atanlar hamısı haqq yolunda dayanıblar. Və İmam Hüseyin salamullahi aleyh buyuran kimin cəzrət buyurdu, İnnəd-də'i qəd rəkkəzəni beynəsnətəyn. O pis insan, İmam Hüseyin buyurdu, o pis insanın balası məni iki işin arasında asılı qoyub. Beynəs-zilləti və zillə qılıncla zillətlə şəmşir arasında. Heyhatə minlə zillə. Zillət bizdən çox uzaqdır. Həqiqətən bu kəlamın misalı bu dövrdə Məqam-ı Müəzzəm rəhbəridir. Allah Teala düzdür, başsız qalmışıq. Ümidimiz budur, Allah cübran eləyə. İmam Xümeyni də dünyasını dəyişəndə elə bu ürəklərdə olan halımız var idi. Ki, görəsən nə olacaq? İmam Xümeyni kimi şəxsiyyət əldən vermişdik. Amma Allah cübran elədi. 37 il İmam Xümeyni buyuran kimin bu inqilaba davam verdi. Allahdan ümidimiz budur. Düzdür ki, ağır günlərdir, ağır vəziyyətdir. İndi mücahidlər, cihad eləyənlər, əli şiələri bombardımanlar altında dayanırlar və müqavimət edirlər və Yəhudunun mübarizə aparırlar. Düzdür, ağır günlərdir. Elə bu ağır günlərin nəticəsi inşallah dözümümüz olsa səbr eləsək, fəlah olacaq, qələbə olacaq və İslamın kafirlərə qalib olmaq olacaqdır. Ennə mə'al usra yusra. İnşallah Xameneyi ilə rəhbərimizdir. İnşallah davam tapacaqdır. Məclislərimiz gələn günlərdə də bu əzizin boynumuzda haqqı çoxdur. Salih insanların, möminlərin boynunda haqqı çoxdur. İnşallah ta şərait bir cür ola ki, təşyi ola, dəfn ola, Şam qəriban ola, Leylətü dəfn ola inşallah görək nəcür olur. Vəli hələlik bir həftə inşallah iftardan sonra burada məclisimiz olacaq. Yasin qiraət eləyəcək. Onun ruhuna inşallah hədiyyə eləyəcək. Allah onun ruhun əhl-i beytdən ayrı salmasın.
و əcdadı Əli ibn Əbi Talib salamullahi aleyh və İmam Hüseyn və onların balalarına inşallah qonaq eləsin. Allah bizləri də onlar buyurduğu yollarda addım atıb və hərəkət eləməklik və o dinə onlar kimi xidmət eləməklik tövfiqin hamımıza mərhəmət eləsin. Mən çox vaxtınızı almıram, inşallah gələn günlərdə məclisimiz olacaq. Ağadan istəsə adam danışsın, bir cələsə, iki cələsə ilə qutulan deyil. İnşallah bu gün əziz qonağımız var, möhtərəm İran Cumhuriyyətinin böyük səfiri, huzurları vardı, təşkil ediriblər, onların məhzərlərindən istifadə eləyəcək. Allah sizə əcr versin. Muhammed Ali Muhammedə qərra salavat çörək.